Demək, Elmar Ovçuluq Dünyası silahların təmiri ilə də məşğuldur. Kimdə silahında problem yaranırsa, hər hansı bir detalında buyurub gələ bilər İmişli Mərkəzi Bazarın yanında Elmar Ovçuluq Dünyasında. Hal-hazırda yeni bir silah gəlib, Hugulu. Hugulun bax bu markasıdır. Çevir o tərəfini zəhmət olmasa. Bax bu markasıdır Hugulunun. İndi bunun detallarında problem yaranır. Problem nədir? Problem indi açıb, bax görürsünüz açılmır. Açılmır. Onun da ki səbəbi nədir? Bax görürsünüz bunun içinə baxın. Mən necə ki vaxt deyirdim ki, silahın probleminin yaranmasının səbəbi baxımsızlıqdandır. Yəni o silah yoxdur ki, onda problemlər yaranmasın. İnşallah indi söküb, bunu təmir edib təzədən verəcəyik müştərinin özünə. Gördüyünüz kimi əyilib. Bax görürsünüz detalda pas olduğuna görə, mexanizma düzgün işləmədiyinə görə bax bu ramaları vurub əyib. Bax görürsünüz ki, pas hər tərəf pasdır. Yəni işləm silah ova gedib gəlib təmizlənməlidir. Bax içərisində görürsünüz. Bax bu qaydada. Yəni problem yaradan gördüyünüz kimi, yəni silaha baxmamazlıqdan irəli gəlir. İndi bunu əsas korpusunu açıb baxacağıq. Görək hansı problem varsa, həmin problemi aradan qaldıracaq. Bax gördüyünüz kimi qardaş, bu mexanizmanın alt hissəsidir. Alt hissəsinə baxın. Bax şahidi olun. Bax belə problemlərlə üzləşəsiniz əgər tüfəngi təmizləməsiniz. Bax təmizlənir. Artıq bunu da vurulub həmin yağdan. O təmizlənib yenə var. İndi tam təmizlənib, sürtüləcək, qoyulacaq yerinə. Bax, bunu çəkdim. Oturdu. Gördün mü? Oturdu yerinə. Sonra pulcunu qoydun. Şeyi götürdük ha. Kalçıkıdır. Kalçıkda burada yeri var görürsən. Böyle bağlısın şurur. Mexanizmanın bir dənə işdə zəhmət olmasa. Vəssalam. Tam qaydasında. İndi qardaş yolu yoxlasın. Silahın yiyəsi. Əvvəl belə idi. Düzəldimi? Xeyirli olsun. Xeyirli olsun. Buyurun Elmar Ovçuluq. Allah razı olsun ustadan. Sağ ol. Kim də yüksək keyfiyyət istəyirsə, silahında problem varsa yaxınlaşsın, müşteri rayon Elmar Ovçuluq.